Salam hörmətli müəllimlər, əziz şagirdlər və qonaqlar. Ümumi liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olmuş riyaziyyat fənnindən intellektual bilik yarışmasını açıq elan edirik. Əvvəla salam, hər kəsi salamlayıram. Hörmətli müəllimlər, iş yoldaşlarımız və eyni zamanda məktəbimizin sevimli şagirdləri. Keçən il dərs ilinin sonunda olduğu kimi bu ildə yenə biz fənlər üzrə yarışmalara başladıq. Xeyirli uğurlu olsun, uğurlar olsun hər kəsə. Və demək istəyirəm ki, ilk yarışımızdır bu il üçün olan və yarışmanın qalibləri üçün olan hədiyyəni deyim. Keçən il biz yarışmamızın qaliblərlə birlikdə Talış, Suqovuşan kəndlərinə səyahət eləmişdik. Bu il yarışmada qalib olan şagirdlər, məktəb kollektivi, yarışı təşkil edən müəllimlərlə birlikdə Şuşa və Xankəndiyə səfər edəcək. Çox maraqlı bir səyahət gözlənilir. Yarışmada hər kəsə uğurlar arzulayıram. Bugünkü bilik yarışmasında 4 komanda iştirak edir. İndi isə onları yerlərinə dəvət edirik. Şuşa komandasını yarışa dəvət edirik. İndi isə Qusi komandasını yarışa dəvət edirik. DJ Holanda, imã de piranha, imã de piranha, imã de piranha, imã de piranha.
növbəti mərhələyə keçən iki komandamız. Təbrik edirik hər iki komandanı. Növbəti mərhələyə keçirlər, hansı komandalardır deyirəm, diqqətli olun. Digər komandamıza da, digər hər iki komandamıza da uğurlar arzulayırım. Növbəti fənlərin yarışlarında onları yenə gözləyirik. Birinci komandamız, alqışlayırıq, Fagor komandası. İkinci komandamız, Tusi komandası. Fagor və Tusi komandasını növbəti mərhələyə dəvət edirik. Mərhələnin birinci sualı səsləndirirəm. Doğru cavabı yalnız Fagor komandası. Hər iki komanda doğru cavab verir. Hər iki komanda doğru cavab verir. Əziz şagirdlərimiz, müəllimlərimiz, ilk növbədə bugünkü yarışmamızın aparıcısı Fidan Məmmədzadəyə təşəkkür edirik. Gəlin onu alqışlayaq. Tədris ilinin sonunda Xankəndi Şuşa səfərinə gedəcək ilk komandanı açıqlayırıq. Və qalib komandamızı deməmişdən qabaq bu işi təşkil edən kimlər varsa, təbii ki, riyaziyyat müəllimlərimiz, sizlərə təşəkkür edir. Nilufar müəllimə, Əfsanə müəllimə, məktəbimizin təşkilatçı müavini İlhamə müəlliməyə təşəkkür edirik. Adlarını çəkmədiyimiz digər zəhməti olanlar, hər kəsə təşəkkür edirik. Növbəti həftə digər fən yarışmasında əziz şagirdlərimiz yenə sizi gözləyirik. Və qalib komandamız